bir insanın keyfiyyətli yaşaması üçün vacib olan məqamlardan biri də məhz özünə inamdır. Öncə onu qeyd edeyim ki, özünə inam hər bir insanın öyrənə biləcəyi bir bacarıqdır. Sadəcə bunun üçün edilməsi lazım olan məqamlar var. Unutmayaq ki, o deyir, hər kəs özünün düşmənidir. Bir insan özünü edə biləcəyini bütün dünya yığışsa da deyir, onu edə bilməz. Və bunda deyəndə onu nəzərdə tuturlar ki, bəzən insan özünü dəyərləndirə bilmir, bəzən insan özünü qiymətləndirə bilmir, ən azından belə deyək də, obyektiv qiymətləndirə bilmir. Kimsə öz potensialından daha üstün özü haqqında fikirdə olur və yaxud əksinə öz potensialını doğru şəkildə dəyərləndirə bilmir. Biz daha çox öz potensialını doğru şəkildə dəyərləndirə bilməyən insanlardan danışırıq ki, onlarda özünə inam həddən artıq aşağı olur. Və bunun üçün edilməsi gerəkən vacib addımlardan üçünü qeyd edərəm. Bunlardan birincisi kiçik uğurları dəyərləndirməkdir. Hər bir insan uğurludur və gün ərzində hər bir insan hansısa formada müəyyən uğurları qazana bilir. Sadəcə insanlar bunun fərqində olmur və yaxud bunu doğru şəkildə dəyərləndirə bilmirlər və bu uğura biganə yanaşırlar. Ona görə də birinci növbədə kiçik uğurlarınızı dəyərləndirin və bunun fərqində olun. Və bunun arxasınca belə bir söz var, o daxili tənqidçi deyirlər. Onu susturmağa çalışmaq lazımdır. O daxili tənqidçi nədir, sən bacarmazsan, buna uğurdur, buna da uğur deyirsən və sair formada insandan insana bu dəyişir. Yəqin bu özünə inamdan əziyyət çəkən insanlara bu his tanışdır. Onu aradan qaldırmaq lazımdır. Çünki dəyərləndirmək insanın özünə hörmətini də artırır və üçüncü bir məqam, çalışın ətrafınızda özünə inamlı insanlarla əhatələnin. Onların ətrafında olun, sizə dəyər verən, sizə qiymət verən, sizin uğurlarınızı həzm edən, sizin emosiyalarınızı paylaşan insanlarla əhatələnin. Çünki özünə inamın formalaşmasında vacib məqamlardan biri məhz ətrafında olan insanlardır. Əgər ətrafında olan insanlar doğru insanlar olarsa, bu sənin özünə inamına çox müsbət təsir göstərər. Çünki əksər insanlarla ünsiyyət prosesində də görürəm ki, onun özünə inamına mənfi təsir göstərən məqamlardan biri məhz onun ətrafıdır. Bu ailə də ola bilər, dost çevrəsi də ola bilər, iş mühiti də ola bilər. Ona görə də bu məqama da diqqət eləsəz, düşünürəm ki, özünüzdə özünə inamınızı formalaşdıra bilərsiniz. Məxsusən qeyd eləmək istəyirəm. Deyir ki, siz özünüzə inanın, özünüzə güvənin ki, ətrafınızdakı insanlar da sizə inansın, sizə güvənsin. Ona görə də özünə inam bir daxili prosesdir. Bu insanın özündən başlayır və ətrafa yayılır.